Dağıstanın Xəzər sahilindəki Kaspiysk şəhərində bir neçə güclü partlayış baş verib. Partlayışlar nəticəsində şəhərin yaşayış massivlərindən birində yerləşən çoxmərtəbəli binaya ziyan dəyib və partlayışlar gecə vaxtı baş verib. Hazırda rayon hakimiyyəti və Fövqəladə Hallar Xidməti vəziyyəti araşdırmağa başlayıblar. Ziyan dəyən binada yaşayanlar arasında xəsarət alanlar və dağıntıların olduğu bildirilir. Dağıstan hökumətindən verilən açıqlamada hadisənin səbəblərinin dəqiqləşdirilməsi üçün ekspert və hüquq mühafizə orqanlarının işə cəlb edildiyi vurğulanıb. Partlayışın texniki qəza, qaz sızması yoxsa kənar müdaxilə olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Hələ ki, hadisədən əvvəl region rəhbərliyi ərazidə PUA hücumu təhlükəsi elan etmişdi. Buna baxmayaraq, hazırda rəsmi qurumlar tərəfindən partlayışın səbəbi barədə məlumat açıqlanmayıb. Yerli sakinlərin sözlərinə görə zərər çəkmiş binanın yaxınlığında Dağdizel adlı gəmi qayırma zavodu yerləşir.